Salam əziz şagirdlər. Bugün sizlərə sinir sisteminin əhəmiyyətini başa salmaq üçün qısa bir video çarx göstərəcəm. Sinir sisteminin əhəmiyyətini başa düşmək üçün gəlin bədənimizi bir ölkə kimi təsəvvür edək. Biz bilirik ki, orqanizmamızda müxtəlif sistemlər var. Məsələn, həzm sistemi, qan damar sistemi, tənəffüs sistemi və s. Ölkədə də müxtəlif nazirliklər var ona bənzər. Məsələn, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və s. Biz gəlin görək bu nazirliklərə kim nəzarət edir? Onlara kim əmrlər göndərir? Bəli, onlara prezident administrasiyasından əmrlər gəlir. Prezident administrasiyasında isə əmrləri verən şəxs prezidentimizdir. Eləcə də orqanizmamızda bütün sistemləri idarə edən əsas sistem sinir sistemidir. Sinir sisteminin prezidenti isə baş beynimizdir.